Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım. Bugün Gələcəyin İşığı FM radiosunun efirində insan əməyinin gücünü, zəhmətin estetik dəyərini və quruculuq iradəsinin möhtəşəm nəticələrini əks etdirən bir peşədən danışacağıq. Bugün 10 aprel İnşaatçılar günüdür. Mən Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tamorda Ümumi Təhsil Məktəbinin 6B sinif şagirdi Nuray Həmzəyeva. Bugün sizinlə birlikdə İnşaatçı peşəsinin cəmiyyət üçün əhəmiyyəti, tarixi inkişaf mərhələləri, müasir tikinti texnologiyaları və quruculuq sahəsinin gələcək perspektivləri haqqında geniş söhbət açacağam. Əziz dinləyicilər, inşaat insan sivilizasiyasının formalaşmasında fundamental rol oynamış sahələrdən biridir. Tarixi inkişaf mərhələlərini nəzər saldıqda görürük ki, qədim yaşayış məskənlərindən başlayaraq müasir şəhərsalma modellərinə qədər bütün sosial strukturlar məhz tikinti fəaliyyətinin nəticəsində meydana gəlmişdir. Memarlıq və mühəndislik elmləri inşaat prosesinin nəzəri əsaslarını formalaşdırmış, texniki tərəqqi isə bu sahəni daha da inkişaf etdirmişdir. Qədim dövrlərdə insanlar ilkin yaşayış yerlərini təbii materiallardan, daşdan, ağacdan və torpaqdan inşa edirdilər. Zaman keçdikcə konstruksiya texnologiyaları təkmilləşdi. Metal konstruksiyalar, dəmir-beton sistemləri və müasir kompozit materiallar tətbiq olunmağa başladı. Bu inkişaf yalnız estetik görünüşü deyil, həm də təhlükəsizlik və dayanıqlıq parametrlərini yüksəltdi. Müasir inşaat sektoru iqtisadiyyatın aparıcı sahələrindən biri hesab olunur. Statistik məlumatlara əsasən bir çox ölkələrdə tikinti sektoru ümumdaxili məhsulun mühüm hissəsini təşkil edir və minlərlə insanın məşğulluğunu təmin edir. İnfrastruktur layihələri, yollar, körpülər, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və sənaye obyektləri dövlətin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindəndir. İnşaatçı peşəsi təkcə fiziki əmək deyil, həm də yüksək peşəkar bilik, texniki analiz və layihə əsaslı düşünmə bacarığı tələb edir. Tikinti prosesi memar, mühəndis, texniki nəzarətçi, usta və fəhlənin koordinasiyalı əməkdaşlığı nəticəsində reallaşır. Bu sahədə kollektiv fəaliyyət və məsuliyyət anlayışı əhəmiyyət daşıyır. İnşaatçının fəaliyyəti planlaşdırma mərhələsindən başlayır. Əvvəlcə layihə hazırlanır, geoloji tədqiqatlar aparılır, material seçimi müəyyən edilir. Daha sonra konstruktiv hesablamalar həyata keçirilir və tikinti prosesinə start verilir. Bu mərhələnin hər biri dəqiqlik və normativ sənədlərə uyğunluq tələb edir. Son illərdə ölkəmizdə geniş miqyaslı quruculuq işləri həyata keçirilmişdir. Yeni yaşayış massivləri, müasir təhsil müəssisələri, idman kompleksləri və nəqliyyat infrastruktur obyektləri istifadəyə verilmişdir. Bu proses ölkənin sosial rifahının yüksəlməsinə və regionların inkişafına təkan vermişdir. İnşaatçılar bu uğurların əsas icraçı qüvvəsidir. Əziz şagird yoldaşlarım, tikinti sahəsi yalnız fiziki güc deyil, həm də intellektual potensial tələb edir. Riyaziyyat, fizika və texnologiya fənləri bu sahənin nəzəri bazasını təşkil edir. Konstruksiya hesablamaları, materialların möhkəmlik göstəriciləri, yük paylanması və təhlükəsizlik standartları elmi əsaslara söykənir. Deməli, bu sahədə uğur qazanmaq üçün fundamental biliklərə yiyələnmək vacibdir. Müasir tikinti texnologiyaları innovativ yanaşmalarla zəngindir. Enerji səmərəli binalar, ekoloji təmir materiallar, ağıllı ev sistemləri və rəqəmsal layihələndirmə proqramları inşaat sektorunu yeni mərhələyə çıxarmışdır. İnformasiya modelləşdirmə sistemləri vasitəsilə tikinti layihələri virtual mühitdə əvvəlcədən sınaqdan keçirilir, risklər azaldılır və resurslardan daha səmərəli istifadə olunur. Eyni zamanda təhlükəsizlik məsələsi inşaat sektorunda prioritet istiqamətlərdən biridir. Tikinti meydançasında əməyin mühafizəsi qaydalarına riayət olunması insan həyatının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Texniki təhlükəsizlik normaları, qoruyucu vasitələr və nəzarət mexanizmləri müasir tikinti prosesinin ayrılmaz tərkib hissəsidir. İnşaatçı peşəsinin sosial dəyəri də xüsusi vurğulanmalıdır. Hər bir tikilmiş bina insan həyatına xidmət edir. Məktəb binası gələcəyin alimlərini yetişdirir. Xəstəxana insan sağlamlığını qoruyur. Körpü iki sahili birləşdirir. Yaşayış evi ailə ocağını formalaşdırır.
Deməli, inşaatçı əməyi birbaşa insan rifahı ilə bağlıdır. İnşaat sahəsində ixtisaslaşmaq istəyən gənclər üçün müxtəlif təhsil imkanları mövcuddur. Ali məktəblərdə memarlıq və inşaat mühəndisliyi ixtisasları, peşə təhsili müəssisələrində isə texniki istiqamətlər üzrə proqramlar təklif olunur. Bu sahədə uğur qazanmaq üçün davamlı öyrənməyə və texnoloji yenilikləri izləmək vacibdir. Əziz dinləyicilər, İnşaatçılar Günün qeyd olunması bu sahədə çalışan insanların əməyinə verilən yüksək qiymətin göstəricisidir. Bu peşə sahibləri istənilən hava şəraitində çətin şərtlər altında çalışaraq ölkəmizin simasını dəyişir. Şəhər və kəndlərimizi abadlaşdırırlar. Onların zəhməti nəticəsində müasir infrastruktur formalaşır və sosial inkişaf təmin olunur. Gənc nəslin nümayəndələri olaraq biz də bu peşəyə hörmətlə yanaşmalı, zəhmətkeş insanlara dəyər verməliyik. Hər bir uğurlu layihənin arxasında böyük kollektiv əmək dayanır. İnşaatçıların fəaliyyəti isə bu əməkdaşlığın konkret nəticəsidir. İnşaat həm də yaradıcılıqdır. Memarlıq estetika ilə mühəndisliyin sintezidir. Bir bina yalnız funksional obyekt deyil, həm də mədəniyyətin və dövrün simvoludur. Tarixi abidələr və müasir tikililər zamanın ruhunu əks etdirir. Hörmətli müəllimlər və valideynlər, gənclərin peşə yönümlü düşülməsində maarifləndirmə xüsusi rol oynayır. Şagirdlər erkən yaşlarda müxtəlif peşələr haqqında məlumat aldıqda gələcək seçimlərini daha əsaslandırılmış şəkildə edə bilirlər. İnşaat sahəsi də perspektivli və cəmiyyət üçün strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Sözümü yekunlaşdırarkən bir fikri vurğulamaq istəyirəm. Qurmaq və yaratmaq insanın ən ali keyfiyyətlərindən biridir. İnşaatçı peşəsi məhz bu yaradıcılıq və zəhmət harmoniyasının təcəssümüdür. Hər tikilən obyekt gələcəyə qoyulan investisiyadır, sabaha atılan inamlı addımdır. Mən Nuray Həmzəyeva. Bugün Gələcəyin İşığı FM radiosunun efirində İnşaatçılar Günü münasibətilə bu sahədə çalışan bütün insanları təbrik edir, onlara möhkəm can sağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram. Qoy qurduqları hər bina möhkəm təməl üzərində ucaldığı kimi, gələcəyimiz də sağlam dəyərlər və bilik üzərində möhkəmlənsin. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti verilişlərdə görüşənədək hər birinizə uğurlar arzulayıram. Sağ olun.